Hər vaxt xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin, əziz dostlar. Nəzərə sırasındayıq. Nəzərə sırasında seçməli restoran üçün tanınan bir ərazidə, əziz dostlar, BSK yolu, yəni 91-92 və 170 nömrəli marşrutlarına lap yaxın məsafədə, əziz dostlar. 2 otaqda inşa olunmuş, 5 otaqlı, 2 ailənin yaşaması üçün şəraiti olan qarşıda görürsünüz. Belə bir inşallah təqdim edir, əziz dostlar. Biz 2 otaqda inşallah qeyd edirəm. 5 otaqlıdır, 3 otaq hamam sanitar otağı mətbəx yuxarıda, 2 otaq isə mətbəx və hamam sanitar otağı həyətdə olan otaq aşağıdadır. Əziz dostlar, evimizin hər mərtəbəsi 95 kvadrat metrdir. 95 kvadrat metr, yəni hər şey 2 mərtəbə edir, 190 kvadrat metr. Belediyə qərarında var, köhnə tarixə sağlam bir ərazidə, əziz dostlar. Sual qardaşım sizə təqdim edəcək, həyətə rahat şəkildə 2 maşın daxil ola bilir. Bir dənə yuxarını görsən, sonra düşəşəlim. Əziz dostlar, evin yan hissəsinə keçmək mümkündür. Gördüyünüz kimi orada balaca ərdamı da var. Həyətdə birinci mərtəbənin hamam sanuzelini həyətdə qoyurlar. Əvvəl yuxarı çıxışına. Yuxarını evin yan tərəfinə də keçmək mümkündür. Evimiz çox gözəl bir yerdə yerləşir. 91, 92, 170 nömrəli marşrutunun yolunun üstündə. Daxil oluruq evimizə, 2-ci mərtəbədə. Sağda belə bir mətbəxi var. Burada belə bir otaqdır, evimizin istilik sistemi kombidir. Hamam sanuzeldir gördüyünüz kimi. Burada növbəti bir yataq otağıdır. Evin pəncərələrinin qarşısı açıqdır. Burası isə qonaq otağıdır. İndi isə düşək aşağı mərtəbəni sizə göstərim. Keçin aşağıya. Əziz dostlar, qeyd edim ki, yerim istif oldu. Sağda mətbəxdir. Bura isə gecə yataq otağıdır. Buranı klozovka üçün nəzərdə tutublar. Kombi otağıdır. Kollektor sistemidir. Yerim istif olub. Burada isə qonaq otağı üçün nəzərdə tutulub. Gördüyünüz kimi. Çıxaq. Evin qiyməti. Ərzuzlar evimizin qiyməti təyin olunub ev sahibi tərəfindən 115.000 manat ilkin olaraq. İnşallah ideal müştəriyə də indirim olunacaq. İndi resimlərlərin evimizə təqdim olacaq. Amma indirim olunacaq. 115.000 manat indirim olunacaq. Allah xeyir versin. Alana satana da əziyyət keçən bizlərə də əziz dostlar. Amma həqiqətən də sağlam evdir. 2 ailə tam rahat şəkildə bu evdə yaşaya bilər əziz dostlar. Allah xeyir versin. Alana satana da əziyyət keçən bizlərə də. Amin inşallah. Əziz dostlar, hər birinizdən xahiş edirik səhifəmizi bəyənib videolarımızda rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satışda müraciətiniz var, təqdimlərinizi saxlayın. Gələk çəkək, paylaşaq və satılma haqqında bir göstərək. Allah evi olmayanlara ev qismət eləsin inşallah.